Humanoid robotlar canlı orqanizmdə ilk cərrahi əməliyyatı həyata keçirdi. Kaliforniya Universitetinin San Diego kampusunun tədqiqatçıları hazırladıkları Surge adlı humanoid robot sistemi ilə ilk dəfə heyvan üzərində uğurlu cərrahi əməliyyat həyata keçirib. Təcrübə zamanı robotlar donuzun öd kisəsini laparoskopik üsulla çıxarmaq üçün standart cərrahi alətlərdən istifadə edib. Sınaqların birində robot cərrahla birlikdə, digərində isə 2 robot əməkdaşlıq şəraitində çalışıb və hər iki halda əməliyyat uğurla başa çatıb. Cəmi 27 kiloqram çəkisi olan Surge sistemi ənənəvi 800 kiloqramdan artıq çəkisi olan cərrahi platformalardan daha yığcam və çevik hesab edilir. Tədqiqat rəhbəri Michael Yip bildirib ki, bu texnologiya gələcəkdə ucqar bölgələrdə, təbii fəlakət və müharibə zonalarında, eləcə də kosmik missiyalarda cərrahlara dəstək göstərəcək mürəkkəb əməliyyatların daha əlçatan olmasına kömək edəcək.